Ermənistan hakimiyyəti xarici auditoriyaya yönəlmiş sülhə hazır olması haqqında bəyanatlara baxmayaraq, Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşır. Bu barədə Kaliberaz məlumat paylaşıb. Nəşr yazır ki, rəsmi İrəvanın son hərəkətlərinin bütün məntiqi revanşist əhval-ruhiyyə ilə dolu və güclü şəkildə militarizasiya olunan regionun tezliklə erməni tərəfinin təhrik etdiyi növbəti müharibə ilə partlayacağını göstərir. Üstəlik, Ermənistan artıq qarşıdurmanın yeni mərhələsinə hazırlıqlarını gizlətmir, belə ki, keçən həftə hökumətin iclasında elan olunub ki, ehtiyatda olanların növbəti toplanışları Ermənistanda 1 aprel-1 iyun tarixlərində keçiriləcək. Xüsusilə bu prosesin mümkün müharibə ehtimalı ilə əlaqəli olub-olmaması barədə müxtəlif fikirlər səsləndirilir. Məsələ ilə bağlı politoloq Tarih Əliyev News 24 AZA açıqlamasında vurğulayıb ki, yayılan məlumatlar şişirdilmiş ola bilər və burada ciddi bir təhlükədən danışmaq hələ tezdir. Ermənistanda ehtiyatda olanların toplanışı 1 aprel-1 iyun tarixlərini əhatə edir və bu adi bir hərbi təlim prosesi kimi qiymətləndirilməlidir. Burada məmalı və fövqəladə bir vəziyyət yoxdur. Ehtiyatda olan hərbiçilərin toplanışı dünyanın bir çox ölkəsində keçirilən standart prosedurdur. Ermənistan da bu prosesin bir hissəsi kimi müəyyən təlimlər təşkil edir. Bunu dərhal müharibə siqnalı kimi dəyərləndirmək doğru deyil. Politoloq qeyd edib ki, Ermənistan hakimiyyəti hazırda Azərbaycanla paralel sülh danışıqlarını davam etdirir və bölgədə gərginliyin artmasını istəmir. Bundan əlavə, Ermənistan yeni konstitusiyanın qəbul edilməsi və referendum məsələsi ilə də məşğuldur.